Özəlləşdirmə çekləri olanlar, təcili məlumatı paylaşın. Dostlar, dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır və qanunla qorunur. Bildiyiniz kimi, Bakı Apellyasiya Məhkəməsi yüzlərlə vətəndaşın kompensasiya barədə 2024-cü il dekabr ayındakı iddia arizəsini qəbul etmədi. Məhkəmə hakimi cinayət edərək Əmlak Komitəsi nümayəndəsinin şifahi sözü ilə heç bir rəsmi dövlət sənədi olmadan yalan deyilmiş, özəlləşdirmə çekləri dövriyyədən çıxarılıb ifadəsi əsasında qərar qəbul etdi. Və bu şifahi söz yalan əsasında vətəndaşların qanunda nəzərdə tutulan bir il müddətində kompensasiya almaq, vətəndaşların öz hüquqlarından istifadə etmək üçün müddətinin keçməsi ilə əsaslandırıldı. Vəkillər və vətəndaşlar məhkəmələrdə şifahi sözün yalan olduğunu və çeklərin dövriyyədən çıxarılmadığını rəsmi dövlət orqanlarının rəsmi sənədləri ilə sübut etməsinə baxmayaraq, Apellyasiya Məhkəməsi hakimləri də 19 fevral 2025-ci ildə vicdansızlıq edərək Bakı İnzibati Məhkəməsinin qərarını dəyişmədi. Diqqət edin, Ali Məhkəmə bu işin araşdırılmasının 25 iyul ayında olacağını bildirib. Dostlar, bu müddət ərzində hamımız Əmlak Komitəsindən və Mərkəzi Bankdan bu 5 sualın cavabını öz ailəsi adından tələb etməlidir. Həm yazılı məktubla, həm də elektron ünvanına göndərməklə müraciət edin. Bu sualların cavabı düzgün verilərsə, sizin hüquqlarınız mütləq şəkildə təmin olunacaqdır. Sual 1. Dövlət özəlləşdirmə çeklərinin emitenti kimi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilmə qiymətli kağızı olan dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması üçün qanunvericiliklə səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikası Mərkəzi Bankına və ya əvvəllər buna səlahiyyətli orqan olmuş Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızlar Komitəsinə yaxud Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi müraciət edilibmi? Və edilibsə, nə vaxt edilib? Sual 2. Qanunvericiliklə Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya əvvəllər buna səlahiyyətli və ya cavabdeh olan Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızlar Komitəsi yaxud Azərbaycan Respublikası Maliyyə Bazarına Nəzarət Palatası tərəfindən dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldımı? Sual 3. Əgər dövriyyədən çıxarılıbsa, bu hansı tarixdə, hansı normativ hüquqi aktda, normativ xarakterli və ya qeyri-normativ xarakterli aktda əsasən həyata keçirildi? Sual 4. Əgər dövriyyədən çıxarılıbsa, dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması haqqında məlumat, qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən 7 iş günü müddətində rəsmi məlumat kütləvi informasiya vasitələrində dərc olunubmu? Sual 5. Əgər özəlləşdirmə çekləri dövriyyədən çıxarılıbsa, bu zaman hər özəlləşdirmə çeklərinə düşən kompensasiyanın miqdarı nominal olaraq neçə manat qoyulmuşdur? Biz hamımız bilirik ki, özəlləşdirmə çekləri dövriyyədən çıxarılmayıb. Yüz minlərlə vətəndaşdan heç bir adam, hətta 2015-ci ilə qədər özəlləşdirmə çeklərini Milli Depozit Mərkəzində saxlayan heç bir biznesmen kompensasiya almayıb. Dostlar, məhkəmənin yazdığı kimi çeklər dövriyyədən çıxarılıbsa, kompensasiya üçün çeklərin inflyasiyadan qorunan maddi dəyəri manatla göstərilməli idi. Dostlar, Ali Məhkəmə bu sübutlara göz yumsa, xalqa qarşı düşmənçilik rəsmi olaraq təsdiq olunacaq. Nəticədən asılı olmayaraq, heç kim heç vaxt özəlləşdirmə çeklərini satmasın. Bilin ki, o çekləri alanlar heç də ağılsız deyil. Onlar bicdir. Sizi aldadıb ucuz almaq üçün bütün bu cinayətləri törədənlərin tulalarıdırlar.
Gec ya tez haqq ədalət qalib gələcək. Ümid edirik ki, bu yalan və cinayət barədə prezidentə düzgün məlumat veriləcək. Paylaşın, hamı bilsin. Haqqımızı bir yerdə tələb edək. Çeklərimizi satmayaq.